Dostlar salam. Bu gün Excel'dən ikinci dərsimizdir. İkinci dərsimiz toplama formullarıdır. Artıq yavaşdan formullara keçid eləyirik və bunların da ən bəsti toplanma formülləridir. Toplama formulunun bir neçə üsulunu sizlərə izah eləyəcəm. Buraya biz hər hansı bir rəqəmlər yazaq. 15, 20 və bunu biraz çoxaldaq. 65-ə qədər gəldi. Burada formül işləmi üçün biz 5-dən 65-ə qədər olan rəqəm buradakı 5, 10, 15, 20 rəqəmlərinin toplamaq istəyirik. Bunun üçün birinci üsul bərabər qoyuruq və toplama işarəti, bu arada Excel məndə ingiliscə olduğu üçün burada sum yazdığım zaman birincisi çıxır və bunu vuraraq 5-dən 65-ə qədər tutub çəkirəm və enter. Gördüyünüz kimi 455 rəqəmi çıxdı. Bu birinci üsuldur. Bundan əlavə başqa bir yolunu da sizə göstərim. Bu biraz uzun yoldur. Toplama, bütün xanaları bir-bir toplayırıq. Bu heç məsləhət görmürəm. Çünki olduqca vaxt aparan və əlverişsiz bir formüldür. Sadəcə olaraq göstərmək məqsədi ilə daha sonra enteri vuraraq gördüyünüz kimi 455 nəticə alındı. Bu heç kimə tövsiyə etmirəm. Ona görə bunu keçdim. Üçüncü yol, dostlar, bu 5-dən 65-ə qədər gətirdim. Pardon. 5-dən 65-ə qədər gətirdim. Burada home bölməsində sum işarəsi var, toplama işarələri var. Buna vurduğumda gördüyünüz kimi nəticə yenə 455 çıxdı. Və ya deyək ki, bu qədər deyil. Bunu kopyalayaraq buraya da atıram. Bunu və ya bunları hamısını toplamaq istəyirəm. Yenə gəlirəm bir nöqtəyə, bərabər işarəsi qoyuram, formül yazıram, sum, vurdum. Dostlar, ya bunların hamısını belə seçirəm, nəticə 1365, yəni 455 3-ə vursanız 1365 əldə edəcəksiniz. Və ya bərabər işarəsi qoyuram, sum, burayı tutdum. Daha sonra nöqtəli vergül vurdum. Daha sonra yanındakı xananı yenə nöqtəli vergül ayırıram. 5-dən 65-ə qədər. Gördüyünüz kimi yenə eyni nəticə 1365 alındı. Bu cür işləməyimizin faydası nə üçündür? Gəlin belə bir nümunə göstərim. Sum. Bunun hamısını seçdim, nöqtə vergül. Lakin bundan 35-ə qədər və ya 40-a qədər seçdim. Çox rahat bir şəkildə seçim edərək formülü yaza bilərəm. Belə dostlar, bu formüllərin ən bəsti idi, toplama formülləri. Bunun daha bir üst səviyyəsinə keçəcəyik. Sadəcə bunu biraz məşq eləyin, öyrənin, əliniz formul yazmağa öyrəşsin. Sum formülündən başlayaq və ya burada heç bir şey yoxdur. Və ya bunlar birbaşa buradan da istifadə edə bilərik. Bunu məşq eləyin. Hər hansı bir sualınız varsa yorumlara yazın. Nə qədər çox istifadə eləsəniz beyninizə bir o qədər həkk olunacaq. Bütün suallarınızı cavablandırmağa hazıram. Videonu bəyənib, yorum yazıb dəstək olmanızı xahiş edirəm. Gələn dərslərdə görüşənədək.